Hovuzlar kənardan sakit və səssiz görünə bilər, amma suyun altında saatlarla davam edən məşq prosesi, hazırlıq və uğura aparan uzun yol dayanır. Bəs görəsən Azərbaycanda su idman növlərinin cari vəziyyəti necədir? Hazırsınızsa biz araşdırmağa başlayırıq. Azərbaycanda su idman növlərinə maraq son illərdə artsa da, mövcud infrastruktur və növlərin çeşidi hələ də məhduddur. Hazırda ölkəmizdə ən geniş yayılmış su idman növləri üzgüçülük, su polosu və qismən suya tullanmadır. Bu növlər əsasən Bakıda fəaliyyət göstərən hovuz komplekslərində inkişaf etdirilir. Xüsusilə üzgüçülük üzrə federasiya və idman məktəblərinin fəaliyyəti nəticəsində uşaq və yeniyetmələr arasında maraq kifayət qədərdir. Bununla yanaşı, suya tullanma növü Azərbaycanda mövcud olsa da, bu istiqamətli hovuzların və peşəkar platformaların azlığı inkişafı məhdudlaşdırır. Regionlarda isə bu idman növləri demək olar ki, mövcud deyil və fəaliyyət əsasən paytaxtda məhdudlaşır. Su polosu üzrə də müəyyən komanda fəaliyyəti olsa da, beynəlxalq səviyyədə nəticələr hələ istənilən səviyyədə deyil. Dünya təcrübəsinə baxdıqda isə su idman növlərinin daha geniş spektrini görürük. Məsələn, bədii üzgüçülük, açıq suda üzgüçülük, su xizəyi, kanoe və kayak, avar çəkmə, sörfinq, yelkənli idman, sualtı üzgüçülük, triatlonun su mərhələsi, həmçinin yüksək populyarlıq qazanan dalğıc idmanı bir çox ölkələrdə aktiv şəkildə inkişaf etdirilir. Azərbaycanda isə bu növlərin əksəriyyəti ya ümumiyyətlə yoxdur, ya da ilkin mərhələdədir. Su idman növləri deyəndə ağla üzgüçülük, diving və su idman növlərinin digər məqamları da ağla gəlir. Amma ki, üzgüçülük ölkəmizdə təməli qoyulan ilk və daha çox geniş yayılan növdür, açıq danışsaq. Və mən istəyərdim ki, hal-hazırda üzgüçülük idman növü olaraq ölkəmizdə necə inkişaf etdirilir, hansı yarışlar keçirilir, hansı turnirlərə gedilir. Bilirik ki, Olimpiya oyunlarında da demək olar ki, hər yarış bizim idmançılar iştirak edirlər, nəticələr müxtəlif olur. Biraz bu vaxt istəyərdim danışaq. Hər vaxtınız xeyir olsun. Deməli, üzgüçülük artıq inkişaf tarixindən danışsaq, son artıq 10 ildir ki, daha inkişaf etməyə başlayıbdır. Ölkəmizdə sırf. Bəli, ölkəmizdə həm məşqçilik baxımından, həm idmançı baxımından, həm kütləvi baxımından. Yarışlar bizdə hər il demək olur, hər ilin əvvəli təqvim planı hazırlanır. Bəli. Həm ölkə daxili, həm beynəlxalq yarışların təqvim planı hazırlanır baş məşqçi tərəfindən. Deməli, bu il hələ ki, bizim yarışımız hələ olmayıb, amma gözlənilir, yayda gözlənilir. Bizdə yeniyetmələrin Avropa çempionatı olacaq, Almaniyanın Münxen şəhərində, böyüklərin Avropa çempionatı olacaq, Fransanın Paris şəhərində. Bir neçə açıq çempionatlar olacaq, lisenziya xarakterli çempionatlar, dünya çempionatı həm Olimpiya oyunlarına və ilin sonunda yeniyetmələrin Olimpiya oyunları olacaq, o Dakar şəhərində olacaq. İndi hal-hazırda biz ya Avropa çempionatına hazırlaşırıq, həftədə 6 gün, gündə 2 dəfə məşqlə biz onlara ciddi hazırlaşırıq yarışlara. Bir məkan, belə bir məkan təbii ki, ölkəmiz üçün və xüsusən paytaxtımız üçün də yəni az sayılır. Bu cür məkanların çoxalması, hovuzların sayının çoxalması, hansı ki, beynəlxalq standartlara cavab verəcək və idmançıların sayı çoxalacaq belə olduğu təqdirdə. Bəs bu məqama istəyərdim, toxunardım ki, infrastruktur baxımından vəziyyət nə yerdədir? 2024-cü ilə qədər yalnız bir hovuzumuz var idi, hansı ki, Olimpiya və dünya standartlarına uyğun olan hovuzuydu. 2024-cü ildə Gəncə İdman Sarayı açıldı, Cənab Prezident oranın açılışında iştirak etdi. Həmçində orada üzgüçülük hovuzu var, dünya standartlarına uyğun hovuzdur. Bəli, MDB oyunlar keçirilmişdi. Deməli, oradakı hovuzun uzunluğu 50 metr, eni 25 metr. Orada hətta suya tullanma da məşqlər etmək olar. Deməli, hal-hazırda 2 hovuzumuz var, hansı ki, dünya və Olimpiya standartlarına uyğundur. Sadəcə azdır, çox azdır. Bəli, əlbəttə ki, bu 6-7 olsaydı, həm regionların inkişafı olardı, həm kütləviliyi artardı, həm milli komanda üçün də təlim məşq toplantıları olardı. Çünki indi biz hal-hazırda Bakıda məşq edirik. Çünki bir bazamız var. Bölgələrdən gələnlər orada burada məşq edirlər, belə başa düşürəm. Bölgələrdə idgüçülüyü, yəni inkişaf etdirmək üçün, yəni bir uşaq gəlir və beynəlxalq yarışlara hazırlaşırsa, o harda hazırlaşır yarışlara? Yox, onların öz hovuzları var. Sadəcə olaraq standartlara uyğun, bəziləri standartlara uyğun deyil, 25 metrlik hovuzlardır. Amma elə yarış olur ki, 50 metrik hovuzda olur. Amma sən ona heç olmasa 3-4 ay qabaq 50 metrik hovuzda məşq eləyəsən ki, o hovuza uyğunlaşasan. Təbii ki, tamam. Bəli, onun üçün bəzi yarışlar çox ki, bizdə də Mingəçevirdə də var, Mingəçevir Olimpiya kompleksi var, amma o standartlara uyğun deyil, amma orada da yarışlar keçirilir. Yerli yarışlar, ölkə daxili yarışlar keçirilir. Bəli, Azərbaycan çempionatı,
Məsələn, Mingəçevir açıq çempionat keçirilir, Gəncədə də var. Yəni Gəncədə də keçirilir yarışlar. Amma çox azdır. Hal-hazırda indi seleksiya işləri aparılır. Türkiyə Federasiyası və Gənclər İdman Nazirliyi tərəfindən. Deməli, Federasiya müşaviri Rəşad Əbdürrəhmanov və baş məşqçi Luka Gabrielov tərəfindən seleksiya aparılır. Yəni bu həftə, bir həftədə bizdə Mingəçevir şəhərində məşqçilərin seminarı keçirməyi planlaşdırılır həftə sonu. Deməli, təəssüf ki, yəni hal-hazırda amma bu su idman sarayına milli komanda buraxılır. Yalnız milli komanda heyəti, məşqçi və idmançı daxil. Amma digər regional idmançılar isə onlar iştirak edə bilərlər. Məsəl üçün, ölkə çempionatı vaxtı 2-3 gün qabaq gəlib, yəni adaptasiya dövrü keçməyə onlara şərait yaradılır. Bu da az müddətdə əslində. Bəli, az müddətdə. Amma çox belə deyək də, bu hovuzda məşq eləmək üçün yalnız hal-hazırda hələ ki yığma komandanın milli üzvü olmalısan. Bizdə elə idmançılar var ki, 2-3 idmançı var. Məsəl üçün Vəlizadə Ramil, Alkərimov Fatimə, Süleyman İsmailzadə. Onlar Ramil ilə Fatimə artıq Olimpiya oyunlarının iştirakçıları olublar. Onlar təcrübələri var. Onların yaşları çoxdur, yəni 22-24 yaşları var. Amma qalan idmançılarımız isə bizim gənclərdən ibarətdir. 14-18 yaş. İndi onlar da artıq o Olimpiya oyunlarına, dünya çempionatlarına hazırlıq dövründədirlər. Və bildiyiniz kimi, yəni bu 10 ilə qədər vaxt 2 Olimpiya sikli minimum. Yəni bir Olimpiya sikli 4 ildir. 2 Olimpiya sikli minimum lazımdır ki, bəli, o yarışlara hazırlaşsınlar. O həyəcan olmasın onlarda, biraz belə ciddiyyət olsun, yəni bilsinlər ki, bu Olimpiya oyunları elə belə bir yarış deyil. Baxmayaraq ki, lisenziya qazana bilməyirlər, amma wildcardla bizdə iştirak edə bilirlər. Yəni artıq 2 Olimpiya oyunlarıdır ki, biz wildcardla iştirak eləmişik, bəli. Sağlamlığa görə mən üzgüçülüyə yazılmışdım, belimdə problem olduğuna görə və getdikcə görürdüm ki, məndə üzməyə alınır və müəllimlər də onu görürdü və dedilər ki, gəl üzgüçülüyə yazıl və səndən idmançı olacaq. Yəni üzgüçülüyü yaxşı edəcək. Üzgüçülüyü ilə artıq 11 ildir ki, məşğulam. Azərbaycan üzgüçülüyün rekordmeniyəm. Yakutiyanın 8-ci Aziya uşaqlar oyunlarının 2 qat çempionuyam. 3-cü MDB oyunlarının çempionuyam. İslam oyunlarının mükafatçısıyam. Yeniyetmələr arasında Avropada finalistəm. Psixoloji hazır olmaq lazımdır, dözümlüyün olmalıdır. Yəni, yüksək bir səviyyədəsən, psixoloji hazır olmalısan, əsasən ən birincisi. Psixoloji hazır deyilsənsə, onda heç nə olmayacaq. Birinci görə psixoloji hazır olsan. Dözümlülük də ki, lazımdır, çünki dözümlülük olmasa, nəticə də olmayacaq. Üzgüçülük su idman növlərini qeyd etdim ki, əsasıdır. Bəs elə olurmu ki, məsəl üçün kimsə üzgüçülükdə yaxşı olduğu təqdirdə, amma məsəl üçün su idman növlərinin digər versiyası var da, hansı ki bədidir və indi qeyd etdi, diving inkişaf etdirilir. Yəni belə bir dəyişiklik olur, hansı ki idmançı yönləndirilir o istiqamətə və o istiqamətdə inkişaf etdirilir. Olur, bəli, düz vurguladınız. Bizdə olub ki, məsəl üçün üzgüçülükdə hansı ki alınmayıbdır, istədiyi nəticəni əldə edə bilməyibdir. Məşqçi də, idmançı da, valideyn də baxıb ki, alınmır artıq uşaqda. Biz onu uşaq idmançı ilə, belə deyək, idmançı ilə ortaq qərara digər idman növlərinə yönəltmək. Hansı ki, tərkibində su idman növü də var. Onlardan biri də triatlon idman növüdür. Onlardan suya tullanmadır. Var bizdə idmançılar olublar ki, yəni üzgüçülükdə istədiyi nəticəni əldə etməyiblər, keçiblər triatlon idman növünə. Bəs onun nəticə necə olub? Çox yaxşı da olubdur. Yəni çox oradakı əsas nümunə olaraq məsəl üçün hansı növbə çəkə bilər? Triatlon qeyd etdiniz. Bəli. Triatlon, su polosu, bəli, su polosu da çoxsu üzgüçülükdən keçirlər. Üzməyi bacarırlar. Bəzisi professional məşğul olur. Bəzi professional məşğul olur, bəzisi üzgüçülüyə başlayır, sonra məqsədi su polosu üzrə milli komanda üzvü olmaq və yönəlirlər su polosuna. Bəli, suya tullanma da su polosu, sinxron üzgüçülükdür, triatlon idman növüdür, hansı ki, yəni üzgüçülükdən çıxıb keçirlər ora. Məşqçi bilirəm ki, yəni üzgüçülükdə çox da deyil, hansı ki, peşəkar məşqçilərdən mən bəhs edirəm. Bu istiqamətdə hansı boşluqlar var ümumiyyətlə? Hal-hazırda bizdə milli komandanın bir baş məşqçisi və 3 məşqçisi var. İndi mən bir vurğuladım ki, yəni bu həftə bizdə Mingəçevir şəhərində məşqçilərin Bakı və regionlarından ibarət olan məşqçilər, hansı ki yeni başlayan, puxtələşən məşqçilər var ki, hansı ki onlar məşqçi olmaq istəyirlər, yəni milli komandaya idmançı vermək istəyirlər, amma bəli, şəraitləri yoxdur, həm bilik baxımından, ola bilir, texniki baxımından, həm hovuz baxımından, hansı ki
çətinlik çəkirlər. Biz onlarla seleksiya işləri aparacağıq və çalışacağıq ki, bizdə biz necədir, yığma komandanın idmançı əgər milli komandaya düşürsə, avtomatik onun məşqçisi də düşür. Bəli, ona görə biz indi bu həftə də o məşqçilərlə xarici mütəxəssis, baş məşqçi Luka Gavrilo tərəfindən. Bax, xarici mütəxəssis qeyd etdik. Bəli. Xarici yəqin ki, mütəxəssislərin də gəlib eyni zamanda ölkəmizdə təlim keçməyi, bu məqamlar olur ümumiyyətlə. Çünki bilirik ki, o çox önəmli faktordur. Yəni beynəlxalq təcrübəsiz idman inkişaf eləməyi və xüsusi güclülük də ölkəmizdə inkişaf etmiş idman növü deyə bilmərik. Bu baxımdan xarici təcrübədən nəsə əldə etmək də bizim üçün önəmli olardı hər bir halda. Olub, əlbəttə. 2018-ci ildə Ukraynalı bizdə idman direktoru var idi, Sergey Bonder. O da bizdə yerli məşqçilərə seminar keçmişdi. Sonra 2020-ci ildə Macarıstanlı mütəxəssis İvan Petrov, o da bizə məşqçilərə seminar keçmişdi. Son illərdə bölgələrimizdə su idman növlərinə maraq artsa da, bütün infrastrukturun paytaxtda cəmləşməsi, gənclərin regionlardan bu idman növünə qoşulması prosesini xeyli çətinləşdirir. Bizim milli komandanın sayı 16 nəfərdir. Bəli. Çox azdır, yəni çox 3 böyük idmançıdır, qalanı yeniyetmələrdir. Biz istəyirik ki, hər bir regiondan, hər bir şəhərdən, rayondan olsun. Həm idmançılar yəni 50 metrlik hovuz görsün, beynəlxalq turnirlər görsünlər, həm də ki məşqçilər. Yəni orada regionda olan məşqçilər müəyyən hədd var ki, onlar çatırlar müəyyən həddə, idmançı yetişdirirlər, bəli. Nə Avropa çempionatına çıxarda bilmirlər, beynəlxalq yarışlara, Avropa çempionatına, dünya çempionatına o səviyyədə yetişməyiblər hələ. Amma ona bir əlbəttə ki, zaman lazımdır, şərait lazımdır, xarici mütəxəssis lazımdır ki, onu belə deyək, həm məşqçini yetişdirsin, məşqçi də idmançını yetişdirsin. Su idman növləri deyəndə dünyada ağla waterpol, bədii üzgüçülük, həmçinin diving gəlir. Ölkəmiz üçün də idmanın bu növü yeni deyil. Hətta illərdir ki, artıq müxtəlif arenalar, su hovuzları fəaliyyət göstərir. Amma bütün bunlara baxmayaraq, müxtəlif çeşidlər bizdə demək olar ki, mövcud deyil. Ну, в данный момент мы находимся с супругой вместе работаем, находимся здесь 2,5 года. Да? Сейчас, конечно, медленно развиваемся, во-первых, потому что, ну, наверное, мы пока единственные тренеры, да, нам нужно, в принципе, побольше тренеров, вот. Ну, так ничего, я думаю, что нужно время, опять же, там, 7 где-то лет, чтобы выйти на какой-то уровень. Недостатки, это, наверное, именно маленькое во всем Азербайджане, да, маленькое количество бассейнов именно для прыжков в воду, если говорить именно о развитии этого вида спорта. Да. Если взять Баку, в Баку 2 бассейна есть, в которых можно заниматься. Да. Ну, для Баку с таким большим населением это тоже, наверное, мало. Потому что я знаю, что давно еще в то время было достаточно много бассейнов для прыжков в воду. Вот. Это нужно привлекать, чем мы сейчас и будем заниматься с федерацией, будем привлекать молодых специалистов, обучать их, всех желающих. Вот. Только так, как по-другому никак. Нужно воспитывать азербайджанских специалистов. İdmançı yetişəndən sonra milli komandanın sayı artır, seleksiya işləri aparılır. Biz artıq sonra seçim də eləyə bilirik ki, bir dənə yarışa tək həmişə eyni idmançı gedə bilməz axı. Seçim çox olanda, Seçim çox olanda daha çox əlbəttə ki, şans bəli, kim qazanmalı. məsəl üçün zəif məşq edirsə, bizim seçimimiz olmadı əlimizdə. Təəssüf ki, bizim yoxdur seçimimiz əlimizdə. Məcbur eyni idmançını biz bir neçə yarışa aparırıq, bəli, yönəldirik ki, o da artıq digər idmançı da baxır qıradan ki, bəs niyə mən yox? Əlbəttə ki, o niyə mən yox sualına birinci məşqçini biz məşqçi hazırlamalıyıq. Bəli. Kurs keçməlidir, seminar keçməlidir, peşəkarlaşmalıdır. Sonra onun timsalında artıq idmançı yetişməlidir. İdmançı da yetişəndən sonra düşəcək milli komandaya əlbəttə təlim məşq toplantıları olacaq, ölkə daxili, ölkə xarici, əlbəttə ki, onun forması, masajisti, həkimi və s. texniki işlər aparılacaqdır idmançı məşqçilərlə. Azərbaycan üzgüçülərinin sayının artırılması və eyni zamanda beynəlxalq müstəvidə istənilən nəticələrin qazanılması üçün görüləcək işlərin sayı da artırılmalıdır. Bəs görəsən, hal-hazırda federasiya bu istiqamətdə hansı prosesləri həyata keçirir? Azərbaycanda üzgüçülüyə maraq xeyli çoxdur və su idman növləri arasında daha çox maraq ənənəvi olaraq üzgüçülüyədir və digər su idman növlərinin sayıda, yəni idmançı sayının da artırılması ilə bağlı xüsusi strategiya, xüsusi planlama var. Üzgüçülüyə marağın daha yüksək olmasının əsas səbəblərindən biri odur ki, həm üzgüçülük özü bir həyat bacarığıdır, həm də valideynlər tərəfindən bu idman növünə
xüsusi diqqət var, həm də sağlamlıq cəhətdən üzgüçülük idman növü digərlərindən seçilir. Və qeyd etmək istəyərdim ki, üzgüçülüyə maraq son dövrlərdə yarışlara qatılan həm federasiyanın təşkil etdiyi yarışlar, həm də digər aidiyyatı qurumların təşkil etdiyi yarışlarda say nisbətində görə bilirik ki, idmançıların marağı xeyli sayda artmaqdadır və sevindirici haldır ki, yarışlara qoşulan, diqqət göstərənlərin əksəri məhz deməli gənclər və yeniyetmələrdir və bununla bağlı olaraq elə ən son yarışlarımızdan birində federasiya olaraq milli komandamızın üzvlərinin yaxşı nəticələrini görə bilirik. Xüsusən də bir neçə gün bundan əvvəl Gürcüstanın Kutays şəhərində keçirilən Kutays açıq yaz kubokunda Azərbaycan idmançıları 47 medal qazanıblar və sevindirici haldır ki, medal qazananlar... Sırf üzgüçülük üzrə yəni ki? Bəli, sırf üzgüçülük üzrə 47 medal qazanıblar və sevindirici haldır ki, medalların hamısını gənc və yeniyetmə idmançılar qazanıblar. Digər idman növləri ilə bağlı da xüsusi addımlar, xüsusi strategiyalar mövcuddur ki, xüsusən də bu idman növlərinə həm ölkədə tanıdılması, bilirsiniz ki, bu idman növünün Azərbaycanda xüsusi bir digər idman növləri kimi böyük bir ənənələri kütləsi yoxdur. Bəli, yoxdur və bizim əsas məqsədlərimizdən biri odur ki, sırf yerli idmançılar hesabına milli komandanı formalaşdıraq və yarış nəticələrində də biz görürük ki, artıq milli komandanın üzvləri əvvəlki illərə nisbətən daha aktiv şəkildə nəticələr qazanırlar. Artıq bunu həm gənclərdə, həm də yeniyetmələrin nəticələrində görə bilirik. Və siz qeyd etdiniz ki, yeni növlər inkişaf etdirilir və bu məqam varsa, təbii ki, məşqçi faktoru burada ön plana çıxır. Çünki hər idman növündə hər şey məşqçidən başlayır və az əvvəl mütəxəssislər də qeyd etdilər ki, bəs çatışmayan məqamlar onlardan ibarətdir ki, məşqçi sayı azdır və idmançı sayı az olduğuna görə belə olduğu təqdirdə idmançıları daha çox cəlb etmək və məşqçiləri daha çox inkişaf etdirmək lazımdır. Məsəl üçün, water polo, divingdir, bu hələ yeni növ kimi bizdə sayılır və bu baxımda inkişaf etdirmək üçün çox yeniliklərə ehtiyac var təbii ki. Mən istəyirəm biraz bu istiqamətdə danışaq ki, su idman növlərinin bu dəqiqə hansı növləri daha çox yenidir, inkişaf etdirilir, məşqçilər hardan gətirilir, hansı formatda üstünlüyü verilir, yəni yeniliklər fakt nələrdə onlardan bəhs edirsiniz biraz. Bilirsiniz ki, bu çox şaxəli prosesdir, müəyyən resurslar tələb eləyir və bu resurslar arasında məşqçi ilə yanaşı məşqçilər mütləq ki, vacibdir və məşqçilər biz hələ ki müəyyən strateji məsələlərdə xarici məşqçilərin hesabına məşqçi bazası yaradırıq. Bəli, məşqçilər əcnəbi olmalıdır ki, inkişaf olsun da. Bəli, çünki üzgüçülüyün ənənələri olan ölkələrdə nailiyyətlər olan xarici məşqçiləri cəlb eləmişik federasiyaya. В нашем виде спорта лучше начинать пораньше, это где-то в 5-6 лет, да? Но если ребенок хорошо скоординирован, хорошо, хорошая прыгучесть, растяжка, да, можно и пораньше взять. На самом деле в нашем вид спорта он достаточно индивидуальный. И каждый ребенок развивается по-своему, да, кто-то быстрее, кто-то медленней. Но, как показывает практика, в основном где-то от 7 до 10 лет, это чтобы выйти на какой-то такой уже более-менее европейский мировой уровень. Но пока об этом рано говорить, да, так как, опять же, мы 2,5 года здесь находимся. Но в прошлом году, в августе, мы ездили на соревнования международные в Софию, Болгарию. Участвовало 10 стран. Около 160 спортсменов было. Мы оттуда привезли 3 золотые медали. В этом году мы поедем на соревнования, тоже международные. Сейчас вот должны быть соревнования в Чехии и соревнования в Хорватии в ближайшее время. Bu kadr çatışmazlığını aradan qaldırmaq üçün müxtəlif planlamalar həyata keçirilir, yerli məşqçilər inkişaf etdirilməsi və onların hesabına da yerli Azərbaycanlı idmançıların sayının artırılması məqsədi qoyulub və qeyd etdiyiniz digər idman növlərinin belə dedi, inkişaf etdirilməsi ilə bağlı müəyyən addımlar var və biz yaxın belə deyək, illər ərzində hətta həmin idman növlərində də bayaq qeyd etdiyim beynəlxalq yarışlarda uğurlu nəticələr görə biləcəyik. Xüsusən də biz strategiyanı o cür qurmuşuq ki, məktəblərdən daha gənc, daha yeniyetmə idmançılardan başlayaq ki, onların hesabına biz sırf Azərbaycan əsilli idmançılar hesabına həmin milli komandaları formalaşdıraq. Artistizm hər saniyə və detal birbaşa olaraq nəticəyə təsir göstərir. Populyar növlərdən biri olan bədii üzgüçülük Azərbaycanda mövcuddurmu? Ümumiyyətlə, məşqçi və idmançı bazası fəaliyyət göstərirmi?
bədii üzgüçülükdə xanımların prosesdə iştirakı çox vacibdir və Vacib, bizim əsas strateji məqsədlərimizdən biri odur ki, həm məktəblərdə, həm də valideynlərlə işdə bu prosesi davam etdirək. Çünki xüsusən də valideynləri biz inandırmalıyıq ki, onların Valideyn yönləndirməsə gəlməyəcək heç Bəli. kəs idman növünə. Bəli. xüsusən də bildiyiniz kimi biz ölkəmizdə milli adət-ənənə baxımından bəli. qadınların bu tip idman növlərinə cəlb etmək olduqca çətindir. Amma biz bu sahədə də müəyyən müsbət irəliləyişlərə nail oluruq və nəticələrdə də xanımların nəticələri artmaqdadır. Bədii üzgüçülüklə bağlı da Komandamız var, yəni bizim ümumiyyətlə. Bədii üzgüçülüklə bağlı bəli komanda formalaşdırılır və müəyyən yarışlarda nəticələr əldə etmək üçün xüsusi planlar var, xüsusi strategiyalar var. Olacaq yəni növbəti gələcək illərdə. Bəli, bu il ərzində gözlənilir və ümumiyyətlə tək bədii üzgüçülük yox, federasiyamızın tərəfindən belə deyək də strateji planlarına uyğun olaraq bütün hansı bu növlərdir? idman növlərinin inkişafı olduqca vacibdir. Ancaq bunlar xüsusi zaman tələb eləyir, vaxt tələb eləyir. Çünki siz də bayaq qeyd elədiniz ki, müəyyən çətinliklər var. Bu çətinliklər arasında təkcə idmançıları cəlb etmək yox, həm də infrastruktur, bəli. Çünki hər kəsin belə deyək də imkanı o səviyyədə deyil ki, müəyyən bir bölgədə yaradılan infrastruktur üçün gəlsinlər, orada iştirak eləsinlər. Valideynlər həm də yəqin ki, düşünürlər ki, məsəl üçün üzgüçülüklə məşğul olan və yaxud da ki, fotofonla məşğul olan şəxs bir müddətdən sonra idmanı dayandırdıqdan sonra karyerası necə olacaq? İdmançı karyerasını bitirəndən sonra hansı məqamlar onu gözləyir? Bu düşünülür ümumiyyətlə. Deməli, əksinə üzgüçülüyü və qeyd etdiyiniz su idman növləri ilə bağlı bizdə kadr çatışmazlığı var və uğurlu idmançılar hesabına biz əslində yeni məşqçi bazasında formalaşdırırıq ki, yəni bu da o deməkdir ki, üzgüçülüklə müəyyən dövr üçün məşğul olan karyerasını bitirən idmançının böyük bir şansı var ki, məşqçilik kurslarını keçsin, başa vursun və milli komanda üçün və yaxud da siz qeyd etdiyiniz regionların hər hansı birində və yaxud da paytaxtda müəyyən belə deyək komplekslərdə özləri üçün belə deyək də növbəti karyeralarında addımlar ata bilsinlər. Əksinə bizim onlara ehtiyacımız var. Su idman növlərinin digər növləri də inkişaf etdirilir hal-hazırda. Yaxın gələcəkdə, yaxın zamanda digər növlər üzrə də biz yerli çempionatlar görəcəyik. Çünki yerli çempionatlar çox önəmlidir məşqçi qeyd etdiniz. Güclü üzrə yerli çempionatlar keçirilir. Bəs digər su idman növləri üzrə yerli çempionatlar, Azərbaycan çempionatlarında mübarizə olması inkişaf olmayacaq hər bir halda. Bu baxımdan vəziyyət nə yerdədir? Bəli, keçiriləcək üzgüçülüklə paralel digər su idman növlərində də planlar var. Suya tullanma üzrə Azərbaycan çempionatı keçiriləcək. Federasiyamız tərəfindən bu çempionatlar barəsində əvvəlcədən məlumatlar veriləcək və biz çalışırıq ki, həmin yarışlar keçirilən zaman kütləvilik təmin olunsun. Azarkeş dəstəyi önəmlidir. Bunu təmin etmək üçün nəyə ehtiyac var məsəl üçün? Bunun təmin olunması üçün biz istəyirik ki, öz kanallarımız vasitəsilə onları daha düzgün şəkildə yarışlar barəsində düzgün məlumatlandıraq və insanları cəlb eləyək ki, yarışlarda iştirak eləsinlər. Biz nümunəvi belə deyək də idmançıların daha çox irəliyə getməsi üçün maksimal dəstəyi göstəririk və insanlar istəyirik ki, gəlsinlər, görsünlər. Peşəkar idmançılarımız var və onların gəlməsi vacibdir ki, həm də idman növünün populyarlığı artsın, həm də idmançılar əslində ehtiyacları var ki, bugünkü gündə onlar yarışlar keçirilən zaman bəli, gəlsinlər, adi insanlar dəstək olsunlar. Ənənəvi olaraq araşdırmamızın yekun hissəsinə gəlib çatdıq. Təəssüf ki, su idman növləri deyəndə ağla üzgüçülük gəlir və biz bugün daha çox o növdən bəhs etdik. Digər növlərin inkişaf etməsi üçün isə hələ görüləcək işlərin sayı da çoxdur. Bizdən hələlik bu qədər hörmətli izləyicilər. Yeni buraxılışlarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.